Möhtərəm qardaşlar, xurafətlər o qədər yayılıb ki, yaşadığımız dövrdə Allahdan qeyrisinə ibadət etmək o qədər adi hala gəlib çıxıbdır ki, artıq bir çox insanlar heyrət içindədirlər. Haqq hardadır, batil hardadır, bunu düzgün şəkildə seçə bilmirlər. Bunun tarixi var. Bunun tarixinə baxmanız lazımdır. Nəyə görə bu insanlar bugünkü gündə tövhidi qəbul etmək məsələsində çətinlik çəkirlər? İnsanlarda tövhiddən çox şirk və küfür yayılır. Bunun səbəblərinə baxmanız lazımdır. Bu xütbədə bunun səbəblərini təfsilatı ilə zikr etmək mümkün deyil. Lakin sizə bir qısa, konkret bir məsələyi sizlərə müzakirə edəcəm. Birincisi, keçmiş Sovet hökumətində olan bu dövlətlərdə şirkin və küfrün və xurafətlərin yayılmasının ən böyük səbəbi ortaya salınan xurafi mollalardır. Ortaya salınan xurafi insanların rızqı qazanmaq üçün başlarını qatıb pullarını əllərindən almaq üçün peyda olunmuş, ortaya salınmış mollalardır. Bunu yaxşı bilin. Bu misal çox önəmlidir. Mollalar nəinki Allaha çağırmaq, onlardan Allaha çağırmaq, ibadətə çağırmaq heç eşitmək mümkündür. İllə müəyyən istisna hallarda. Nə üçün? Çünki molla ideyası nəyi əhatə eləyir? Bir yerdə bir molla olmalıdır əsas. 2 molla olanda müxalifət sayılır. 3 molla olanda partiya sayılır. 4 molla olanda parlament sayılır. Ona görə bunlar bir yerdə 2 molla, 3 molla, 4 molla yola gedə bilmirlər. Çünki ortada bizneslərinə zərər var. Ortada yaxşı pul qazana bilmirlər. Boğazlarının loxmasına başqası ortaq olur. Ona görə kiminsə müsəlman olması, kiminsə la ilahə illallahı çağırması onlara sərf etmədiyinə görə, onların peyda olunduğu gündən bu yana, ona görə onlar istəmirlər kimsə gəlsin la ilahə illallah desin. Hər namaz qılmaq istəyən olanda onların başında bir düşüncə fırlanır ki, bu yəqin ki molla olmaq istəyir. Ona görə bunu bir təhər edib uzaqlaşdırmaq lazımdır ki, gəlib bizim biznesimizə ortaq olmasın. Əksinə, onlar küfrü və şirki yaymaq üçün insanların başını qataraq onlara bəzi vəsilələri rahatlandırıblar. Ziyaratlara getmək üçün, pirlərə getmək üçün elanlar vururlar 1 ay, 2 ay qabaq. Sanki insanları həccə və yaxud ümrəyə götürürlər Məkkəyə. Sizləri pirə aparırıq. Nə olacaq? Pirə insanları bir avtobusda 40 nəfər, 50 nəfər mindirəcəklər, addım başına bir şey oxuyacaq, ortada bir kasa gəzdirəcək, torba gəzdirəcək, nəzirlərinizi atın, yoxsa Allah sizin pirinizi qəbul eləməz. 2 kilometrdə bir 2 kuplet şey oxuyacaq, ortada torba fırlanacaq ki, bunu doldursunlar. Bəzi mollalar, qardaşlar, həqiqəti bilməniz lazımdır. Bəzi tövbə etmiş mollalar bunu danışıb ki, buna müşahidə olublar ki, deyir, getməzdən qabaq gedib pirdə oturanlarla daqavur, əlaqə qurublar ki, sənə bir maşın adam gətirəcəm, onlara xeyli pul tökəcəklər sənə, yarıya da, yarı-yarıya işləyək. Əgər razı olmasa, deyir, sən mənə atıram, başqa yerə aparacam onda bunları. Və ortada müzakirələr gedir. Ortada müzakirələr gedir, 30% sən götür, 70% mən, 50% sən götür, 50% sən. Ortada çöp atırlar ara bir ki, kim nəyi götürəsidir. Çünki ortada hədəf din deyil. Ortada hədəf fırıldaqçılıqdır. Möhtərəm qardaşlar, müsəlman ölkələrin birində bir qəribə hadisə olur. Müsəlman ölkələrin birində bir qəribə hadisə olur və bəzi məqalələrdə, jurnallarda, qəzetlərdə bu yazılır. Məşhur bir müsəlman ölkəsində böyük bir pir olur. Ömrü qısa olan, qədimi bir pir deyil. Lakin bu pir bəzən qəzetlərdə, bəzən jurnallarda, televiziyada reklam olunur. 50 il, 40 il arasında və yaxud da bundan daha az bir müddətdə olmuş. Bəlkə də 20 il, bunu tam xatırlamıram, yeni bir pir tikilir. Və bu pirin iddia olunur ki, içində dəfn olunmuş adam Allahın övliyalarından biridir. Və bu pirə girmək üçün pirin girəcəyində bir lövhə asıblar, pirə girməyin şərtləri. Birincisi, etiqad etməlisən ki, bu Allahın seçdiyi övliyadır, onun ziyarətinə gəlmişsən. İkincisi, qusullu olmalısan və dəstəmazlı olmalısan. Üçüncüsü, girmək üçün niyyət etməlisən. Dördüncüsü, sağ ayağınla girməlisən. Beşincisi, nə bilim, girəndə hardansa öpməlisən.
altıncısı əl çəkməlisən, üz çəkməlisən, oradan çıxanda sanki maşın remontundan çıxmışsan, təmiz toz torpaq içində çıxırsan. Müəyyən şərtlərdə olmuş bir pir reklam olunur. Yol kənarında olur. Gəlirlər, pul salırlar, nəzir salırlar və bu gecə günüz işləyir. Bir günsü devlətdə yol proyekti tökülür və pir yolun düz ortasına düşür. Gəlir hökumət deyir ki, pir sahibini çağırır, deyir ki, bəlkə bu piri başqa yerə köçürək, yaxın bir yerə və devlət öz öhdəsini alır ki, iki bu gözəllikdə, iki bu böyüklükdə həmin pirdən tikəcək öz çotuna. Nəinki pir sahibi razı qalsın. Bu tərəddüd eləyir. Olmaz. Burada yatan böyük bir zatdır, böyük bir ibadət əhlidir. Ömrünü səcdədə keçirmiş bir insandır. Biz onun qəbrini eşə bilməzik. Nəysə, sonunda bunu böyük bir pulla qane edirlər ki, artıq qəbir daşınmalıdır başqa bir yaxın yerə. Bələdiyyə işçiləri gəlir. Qazıntı başlayır və qəbir açılır. Və hər insanları buraxmırlar ki, bir övliyanın cəsədi çıxmaq üzrədir. İnsanlar heyrətlə cəsədin çıxmasını gözləyirlər. Və hər adamı buraxmırlar. Müəyyən özəl adamlar və qoruyucular orada olur. Qəbri açırlar. Nə görsələr yaxşıdır? Bir eşşək dəfn olunur. Bir eşşək dəfn olunub, çürüyübdür, sümükləri qalıbdır. Bu şey rəsmi şəkildə bəzi informasiya vasitələrində insanlara təqdim olundu. Bununla bərabər möhtərəm qardaşlar, bu elementar bir misaldır. Nəinki orada insan olmuş olsa belə, ən böyük insan olsa belə, övliyə olmuş olsa belə, Allahı qoyub da Allah yaradan bir məxluqata ibadət etmək, sərf etmək olar. Olmaz möhtərəm qardaşlar. Nəzir edəcəksən yalnız Allaha, dua edəcəksən yalnız Allaha, ibadət edəcəksən yalnız Allaha, bütün ibadətlərin hamısına tək yeganə haqqı olan Allahdır. Nə peyğəmbərlər, nə sıddıqlar, nə şəhidlər, nə mələklər, heç bir Allahın yaratdığı məxluqa ibadətin hər hansı bir növü sərf olunmaz. Peyğəmbərlər elə bunun üçün gəlir ki, bu şirkdən və xurafətlərdən insanları çəkindirsinlər. Allah kitabları buna görə nazil edib, möhtərəm qardaşlar.